Herkese salam. Bu günlərim mən 11-ci sinif və 9-cu sinif İngilis dili buraxılış imtahanlarına hazırlaşmaq üçün çox gözəl vəsaitlər haqqında danışmaq istəyirəm. Gəlin 1-ci 9-cu sinif olan vəsaitə baxaq. Bu vəsaitin, yəni test topusunun müəllifləri Samir Balakişiyev və Ceyhun Kərimovdur. Buraxılış 9-cu sinif üçündür və içində 50 unitə aid testlər var. Listenings, longer readings, dinləmələr, uzun mətnlər, short readings, qısa mətnlər, picture descriptions, şəkil təsvirləri, vocabulary, lüğət, yəni az və rus dilində, answer keys, cavablar, other scripts, dinləmənin mətnləri və writing task, yazı tapşırıqları. Və burada skan edərək siz həm onların cavablarına, həm də dinləmə mətnlərini oxuda bilərsiniz. Və burada müəlliflərlə əlaqə saxlamaq üçün nömrələr də var. Baxırıq, birinci səhifədə unit 1 listening task, imtahan modernlığı və 4-cü tapşırıq özü 4 yerə bölünür. True or false və aşağısında İngilis, Azərbaycan, Rusca lüğət verilib. Sonra baxırıq reading tapşırığına. Balaca mətnlər verilib və hər mətnin özünə məxsus olub və eyni qayda ilə burada da lüğət verilir. Azərbaycan, İngilis, Rus dilində. Sonra uzun mətn və uzun mətnlə bağlı testlər və bu mətnin də özünün lüğəti, bir də şəkil təsviri. Ən axırda lüğətdə testin arxasında lüğət və cavablar. Hər testin özünün cavabları verilib. Bunu həm müəllimlər, həm də müəllimsiz hər bir şahid çox rahat işləyə bilər. Almağa dəyər kitabdır. Təşəkkürlər ERM nəşriyyatı, Samir Balakişiyev və Ceyhun Kərimov. Və kitabın qiyməti çox münasibdir. 13 manat 80 qəpik.